Bələdçi ilə öncə burada söhbət edirəm. Bir turizm bələdçisidir. Deyir ki, vaxtım yoxdur da, o qədər iş var ki, vaxtım yoxdur. Onu təşkil edirəm, turistlərlə danışıram, ofisdə oluram, gəlirəm, gedirəm. Baxır ki, belə baxıram ki, bütün işləri görür, sadəcə maaş alır işləyir. Özünə deyirəm ki, bəs elə onları hamısını bacarırsansa, niyə bəs özün açmırsan da şirkəti? Mən ümumiyyətlə görəndə hamıya, hətta öz əməkdaşlarımla da danışıram, deyirəm ki, bacarsan, yəni çətin deyil də özün aça bilərsən. Deyir ki, yox, mən onu elə bilirəm. Deməli, insanlar, bunu qoydum, bu turizmi qoydum bir tərəfə. İnsanların bir çoxsunun beynində belə bir şey var. Elə bilirlər ki, nəyisə açmaq, hansısa bir işə başlamaq, qlobal bir işdir. Deməli, sıfır buradan başlayır. Əsas məsələlərdən biri, çətin məsələlərdən biri buradan başlayır. Düşüncə, beyində elə bilirlər ki, çətindir. Hansısa dağ var, aşılmazdır. Halbuki gündə gördüyünüz işdən qat-qat asandır. Eyni zamanda sonraki görəcəyiniz işləri də asanlaşdırır. Ona görə bunu nəzərinizdə saxlayın ki, çox asandır əslində qeydiyyat eləmək. Bizim ölkədə heç 5 dəqiqə çəkmir. Yəni müraciət edirsən, heç bir köprünüz də çıxmır. Əsas sonralar xərcləriniz olur. O da gəliriniz varsa qanundan vergiləri ödəyirsiniz. Yəni heç bir şey də deyim ki, onu da fikirləşməyin ki, qeyri-qanuni nəsə ödənişlər var. Yəni son zamanlar elə şeylərdə çox rahat ola bilərsiniz.